Kitabla bağlı olsun uşaqlar. Deməli, birinci mövzumuz. Gəlirik nəyə? Rasional ədədlərin vurulması, bölünməsi və qüvvətə yüksəldilməsi. Hal-hazırda onu keçirik. Deməli, rasional ədədin bölünməsi. Daha doğrusu birinci vurulmasını deyək. Vurmada tutaq ki, belə deyək. Tutaq ki, yazırıq 8 AB məxrəci də 5C-dir. Vurulsun 6CX bölünsün 7AY. Tutaq ki, bunların vurulması deyir. Hələ ki, rasional ədədin vurulmasını keçirəm. Vurulmasını deyir. Nə edirəm? Bir düz xətt üzərində sürətdəkiləri bir yerə yazıram. AB vurulsun 6CX. Məxrəcdəkiləri də məxrəcə yazıram. CD vurulsun 7AY. Yəni, aşağı stillərdən keçdiyimiz kimidir. Başlayıram ixtisara. 8 ilə baxıram 7 yoxsa 5 ixtisar gedirmi? Gedirsə aparıram, getmirsə aparmıram. Elə olduğu kimi qalır. İndi baxıram hərflərə, yəni dəyişənlərə. Bax, buradakı C ilə buradakı C getdi. Buradakı A ilə buradakı A getdi. Başqa görüm ixtisar gedən varmı? Yoxdur. Yazıram 8 6-nın 48 BC. Bir dənə B burada qalıb, bir dənə də X burada. BC yox, BX. BX. Məxrəcdə yazıram 5 7-nin 35 DY. Aydındır. Bu bizim rasional ədədlərin vurulmasıdır. Yəni onları vurarkən sürətdə yazılır, məxrəcdə yazılır, ixtisar gedənlər gedir, sonra isə yerdə qalanları vurub bir-birinə cavabı yazıram. İndi isə növbəti hissədə isə rasional ədədlərin bölünməsi gəlir. Rasional ədədlərin bölünməsində yenə də eyni qayda ilədir. Yəni, belə deyək, X tutaq ki, belə nümunə göstərək, X çıx 2, aşağıda da yazıram X üstəgəl 1. Bölünsün, X kvadratı çıxılsın 4, aşağıda da yazıram X kvadratı üstəgəl X. Bərabər. Aşağıdan yazıram ki, qarşılıq yaranmasın. Burada nə edirəm? X çıx 2 qaldı yerində, X üstəgəl 1 də qaldı yerində. Bölmə də qalır hələ ki yerində. Mən bunları mötərizə xaricinə çıxardıram. Yazıram yuxarıda X çıx 2, vurğulara ayıram bu yuxarıdakı. X üstəgəl 2. Bunu yazdım. Aşağıda da X-i mötərizə xaricinə çıxardığımda yazıram X üstəgəl 1. Aldın mı bunu? İndi bölmədə nə edirdi? Birinci olduğu kimi qalırdı. Yəni X çıx 2 bölünsün X üstəgəl 1. Birinci kəsir olduğu kimi qalırdı. Bölmə olurdu vurma. İkinci kəsir tərsinə çevirirdi. Yuxarıda X üstəgəl 1 qalırdı. Aşağıda da X çıx 2. Bir dəqiqə. X üstəgəl 2 olurdu. Düzdür? İndi isə baxırıq ixtisara. X çıx 2 ilə X çıx 2 getdi. X üstəgəl 1 ilə də X üstəgəl 1 aparıldı. Yuxarıda nə qaldı? X, aşağıda nə qaldı? X üstəgəl 2. Cavabımız bu. Yəni, onluq kəsirlərin bölünməsində birinci olduğu kimi qalır, ikinci tərsinə çevrilir və ixtisar gedənlər gedir, cavab yazılır. Əli, düzdürmü? İndi, növbəti hissə isə, rasional ədədlərin qüvvətə yüksəldilməsidir. Rasional ədədlərin qüvvətə yüksəldilməsi. İndi sonda hərəsindən bir dənə sizə də verəcəm nümunə. Görək necə yazacaqsınız. Rasional ədədlərin qüvvətə yüksəldilməsində belə deyək, məsələn, A bölünsün B, ya da bunu axırda yazaram. Məsələn, deyək ki, 2x kubu bölünsün y-ə. Bunu da mən qüvvətə yüksəldirəm 4-cü dərəcədən qüvvətə. Bərabərdir. Nə edirəm? Hər birin ayrı-ayrılıqda yüksəldim. Məsələn, 2x kubu üstündə 4. Aşağıda yazıram y üstündə 4. Bərabərdir. 2-ni əvvəl 4-cü dərəcədən qüvvətə yüksəldirəm. 2-nin 4-cü dərəcədən qüvvəti nə eləyəcək? 16. X üstü
3'ü də 4'ə vuraram, eləyir 12. X üstü 3'ü də 4 dəfə bir-birdə vururum özünə. Aşağıda da Y üstü 4. Cavabım nə qaldı? Cavabım bu qaldı. Bu da rasional ədədlərin qüvvətə yüksəldilməsi adıdır. Deməli, yekun olaraq rasional ədədlərin vurulmasında tutaq ki, A bölünsün B-ni, vururam C bölünsün D-yə. Bu da bərabərdir. A-nı vururam C-yə, B-ni də vururam D-yə. Bu rasional ədədlərin vurulması adlanır. Vurma. İndi rasional ədədlərin bölünməsində tutaq ki, A-nı bölürəm B-yə, A-nı B-yə bölünməsi nisbəti götürürəm C bölünsün D-yə. Bu da bərabərdir. A bölünsün B qaldı yerində, vurulsun, D yuxarıda olur, C aşağıda olur. Bu da bərabərdir. A vurulsun B, B vurulsun C. Aydındır mı? Bu bölünməsi adlanır. Və üçüncü bir halda isə qüvvətə yüksəldilməsində yazıram A bölünsün B üstü N. Bu da bərabərdir. A-nın üstündə N bölünsün B-nin üstündə N. Bu da bu formada. Yəni bunlar rasional ədədlərin qüvvətə yüksəldilməsi və yaxud da bölünməsi, vurulmasıdır. Gəlin sizə bir dənə vereyim. Görüm siz nə edəcəksiniz. Birinci vurulmasına aid verəcəm. Məsələn, deyirəm ki, 9A 8B vurulsun 4B 3. Gəlin özümdən verim bir dənə. Kitabdaşlardan verim. 8A kvadratı C bölünsün 24A C'nin kvadratı B vurulsun. Sizələr sadələri yazmayın da. Sizə deyil axı o sadə. Vurulsun 18 B kvadratı C bölünsün 4 nə? Bu yuxarı BC yazmayayım. Bunu yazmayayım. Yuxarıda yazım. X kvadratı. Y'in kubu. Aşağıda da yazıram Z kvadratı. Y'in kvadratı. Belə yazıram. Yazın bunu görək nə alacaqsınız. İzahını verəcəm. Yazdınız. Bəli. Cavabı izah edeyim. Sonunda görə kimlər yeni alıb. Aylin gözləmələrdə istəyirsən dayandır sonra. Tam dayandırma. Tam dayandırılır hemen bir ekran kaydında olmalı. Ha, tamam. Yazıram cavabı. Deməli, nə edirik? Bir dənə düz xətt çəkirik. Yazırıq 8A-nın kvadratı C vurulsun 18 X kvadratı Y kubu. Aşağıda yazıram 24A C'nin kvadratı B vurulsun 4 Z kvadratı Y kvadratı. Deməli, 8 ilə 4 getdi ixtisar, qaldı yuxarıda 2. 18 ilə 24 getdi ixtisar 6-ya, qaldı yuxarıda 3, aşağıda qaldı 4. Bu
C ilə bu C-nin kvadratı gedir. A-la A-nın üstü gedir. Və Y kvadratı ilə bütöv Y-in özü gedir. Üstü gedir. Və yerdə nə qalır? 2 üçün 6 AX kvadratı sürətdə qalır. Məxrəcdə də qalır 4 CBZ kvadratı. Kimlər bu cavabı alıb səlin qaldırsın? Mən yarıya kimi gəlmişdim sonra. Tamam. İndi sonra